iştirak var. Bildiğimiz kimi bu yıl Xocalı faciəsindən 34 il ötür. Biz də Pırvan Məcənic evlər kitabxana filialı olaraq hər il olduğu kimi Xocalı faciəsinin şəhidlərini anırıq və xatırlayırıq. Gəlin ilk önümüzdə Xocalıda və vətən torpaqlarının azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizi bir dəqiqə sükutə gətirik. Allah şəhidlərimizə rəhmət etsin. 1992-ci il fevralın 25-də 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən Rusiyanın 366-cı mütəfiq alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən Xocalının yerli əhalisi olan Azərbaycan türklərinə qarşı baş vermiş soyqırımdır. Bu əməllər mütəşəkkil formada həyata keçirilirdi. Deportasiya olunan əhalinin əksəriyyəti Xankəndində saxlanılır və bu barədə Qondarma Dağlıq Qarabağ Respublikası hakimiyyətinin vacib əmri olduğuna aşkar göstəricisidir. Xocalıda dinc əhalinin və o cümlədən qadınların girov kimi tutulması və saxlanılması Dağlıq Qarabağ Respublikası hakimiyyətinin Xocalının bütün dinc insanlardan əvəzsiz olaraq Azərbaycan tərəfinə qaytarmağa hazır olması ilə bağlı bəyanatlar və aşkarca ziddiyyətlər təşkil edirdi. Girovların saxlanma şəraiti kəskin dərəcədə qeyri-qənaətbəxş olmuş, Xocalının saxlanan sakinlərinə qarşı zorakılıq tətbiq edilmişdir. Xocalı soyqırımı nəticəsində 63 uşaq, 106-sı qadın, 70-i qoca, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideyni, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76 uşaq olmaqla 487 nəfər yaralanıb, 1275 nəfər əsir götürülmüşdür. Əsir götürülənlərdən 150 nəfərinin və o cümlədən 68 qadın və 26 uşağın tarihi hələ bu günə dək məlum deyil. Azərbaycan Xocalı soyqırımı iştiqlandırılması əsasən Azərbaycan Milli Qəhrəmanı Çingiz Mustafayevin adı ilə əlaqələndirilir. O qısa müddətli hərbi jurnalist karyerasından ən vacib xidməti Xocalıda törədilən məşğuliyyətləri lentə almaqla dünyaya sübut etmişdir. Xocalının mühafizəsi zamanı 7 Azərbaycan Milli Qəhrəmanı iştirak etmişdir. Döyüşlərdə Şöhrət Həsənov şəhid olmuş və ölümündən sonra Azərbaycan Prezidenti tərəfindən milliyə görə medalı ilə təltif olunmuşdur. Azərbaycan Milli Qəhrəmanı Allahverdi Bağırov erməni polkovniki Vitali Balasyanın vasitəsilə 3 gün ərzində 1300 Xocalı əsrini ermənilərin əlindən xilas etmişdir. Hazırda Xocalı soyqırımının tanınması Azərbaycan xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir. Hadisənin parlament səviyyəsində qətliam kimi Meksika, Kolumbiya, Çexiya, Bosniya və Hersegovina, Peru, Honduras, Panama, Yordaniya, Rumıniya və Şotlandiya tanıyır. İndiyədək ABŞ-ın 22 ştatı Xocalının qətliamı kimi tanıyan sənəd qəbul edir. Bu Xocalı hadisələrində Xocalı soyqırımı və Xocalı faciəsi kimi digər ölkələrdə Xocalı qətliamı kimi anılır və bu qətliam Azərbaycanın ən faciəli hadisədir. Azərbaycan xalqı və onun dövləti Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaq. Artıq biz fəxrlə və qürurla deyə bilərik ki, artıq o faciələr geridə qalmışdır. Başda Ali Başkomandan İlham Əliyevin bacarıqlı siyasəti və uzaqgörənliyi nəticəsində torpaqlarımız işğaldan azad olundu və suverenliyini tam bərpa etdi. Şəhidlərimizin qanı yerdə qalmadı. Artıq şəhidlərimizin qanı yayılan torpaqlarda güllər, çiçəklər bitir və bu bizim fəxr və qürur yerimizdir. Allah cəmi şəhidlərimizə rəhmət etsin. İndi də çıxışlarımı bir sayısan orta məktəbinin şagirdlərinə verirəm. Qarlı qış gecəsi, səslər ucaldı, düşmən güllələri canları aldı. Xocalı gəlinin bəxti qaraldı,
alova büründü, yandı Xocalı. Ana balasının gözü önündə can verdi əzabla, acı zülümlə. Allaha uzaldı bu ah bunu ala. Qorxunc bir yuxudur səndi Xocalı. Dağların qoynunda yaşıl bir kənd var idi. Əlvan saray, güllü bağ, cin oyna bənd var idi. Neçə söhbət şirin, dodağı qənd var idi. Neçə gözəl incə bir, zülfü kəmənd var idi. Yoxdur daha, nağıldır,